İnsanlar artıq GTA 6-nı gözləmir. Onlar oyunun çıxacağı tarixi öz həyatlarına uyğunlaşdırıblar. Bəli, bu şişirtmə deyil. Xaricdə insanlar artıq 19 noyabr 2026-cı il tarixinə məzuniyyət yazdıqlarını deyirlər. Oyunun çıxış günü xəstəlik bəhanəsi eləyəcəm. Bir həftə heç kim mənə yazmasın. Həmin gün üçün bütün planlarımı ləğv etmişəm kimi paylaşımlar edirlər. Bəzi insanlar hətta yeni televizor və PlayStation almaq üçün indidən pul yığmağa başlayıblar. Çünki onlar üçün GTA 6 sadəcə oyun deyil, illərlə gözlədikləri hadisədir. Bir oyun üçün insanların məzuniyyət götürməsi normal görünə bilər. Amma burada fərq var. GTA 6 üçün bunu edən insanlar dünyanın hər yerindədir. Amerikadan Almaniyaya, Braziliyadan Yaponiyaya qədər, hətta Azərbaycanda belə bir çox insan bu oyunun çıxış tarixinə fokuslanıb. Artıq internetdə bununla bağlı zarafatlar yaranıb. İnsanlar 19 noyabr tarixində dünya iqtisadiyyatının yavaşlayacağını deyirlər. Və qəribəsi də budur ki, bu zarafat tam da absurd görünmür. Çünki GTA 6 üçün yaranan maraq artıq oyun sektorunu keçib. Bu internet mədəniyyətinə çevrilib. Bu oyun artıq bir nəslin uşaqlığıdır. Azərbaycanda internet kafelərdə böyüyən uşaqların böyük hissəsi ilk dəfə GTA ilə kontr oynayıb. Bir çox insan üçün GTA Vice City sadəcə oyun deyildi, uşaqlığın fon musiqisi idi. O, köhnə neon küçələr, maşın kodları, polis qaçışları, bunlar artıq nostalji xatirəyə çevrilib. İndi isə həmin uşaqlar böyüyüb və onlar illər sonra Vice City'yə qayıdacaqlar. Buna görə də GTA 6 Azərbaycanda inanılmaz dərəcədə viral olacaq. Hətta oyun oynamaqla əlaqəsi olmayan insanlar belə GTA 6-nın videolarına baxacaq. Çünki bu oyun gaming sektorundan çıxıb və artıq pop mədəniyyətinə çevrilib. Bir düşünün, təkcə ilk treyler 24 saat ərzində rekord qırdı. İnsanlar gecə saatlarında belə videonun çıxmasını gözləyirdi. Treyler yayımlanan kimi YouTube'da milyonlarla insan eyni anda videoya baxmağa başladı. Reaksiya videoları saniyələr içində yayıldı. Bəzi insanlar isə treyleri normal izləmək əvəzinə 40,25 sürətlə açıb küçələrdəki obyektləri analiz etməyə başladı. GTA 6 ilə bağlı ən kiçik detal belə internetdə böyük hadisəyə çevrilir. Və burada ən maraqlı detal Rockstar'ın demək olar ki, heç nə paylaşmamasıdır. Normal oyun şirkətləri hər həftə gameplay göstərir, reklam edir. Rockstar isə aylarla susur, amma o sükut belə internetdə trend olur. İnsanlar Rockstar'ın profil şəklinin rəngini analiz edir, paylaşım saatlarından nəzəriyyə çıxarır, hətta əməkdaşlarının LinkedIn hesablarına baxıb oyunun hansı mərhələdə olduğunu anlamağa çalışırlar. Çünki insanlar artıq bu oyuna emosional bağ qurub. Ən dəli tərəfi isə budur ki, GTA 5 çıxanda bir çox insan məktəbdə idi. İndi həmin insanlar işləyir, universitet bitirib, hətta bəzilərinin artıq ailəsi belə var. Yəni bir nəsil sözün əsl mənasında GTA 6-nın çıxmağını gözləyərək böyüyüb. İnternetdə GTA 5 çıxanda uşaq idim. GTA 6 çıxanda maaşlı işim var kimi milyonlarla paylaşım var. Bu başqa heç bir oyunda bu səviyyədə yaşanmır. GTA 6 internet tarixində xüsusi an kimi görünür. Twitch-də rekord sayda canlı yayımlar gözlənilir. YouTube-un yalnız GTA videoları ilə dolacağı düşünülür. Hətta bəzi internet provayderlərinin o gün trafik artımına hazırlaşdığı barədə müzakirələr belə var. Bəziləri isə oyunu tək oynamaq üçün əvvəlcədən yemək və enerji içkiləri yığacağını yazır. Bu artıq oyun hype deyil, bu kütləvi internet hadisəsidir. Rockstar isə bunu çox yaxşı başa düşür. Ona görə də oyunu çıxartmağa tələsmirlər. Çünki bilirlər ki, insanlar nə qədər çox gözləsə, GTA 6 ətrafındakı aura o qədər böyüyəcək və bu strategiya artıq işləyir. İllərlə demək olar ki, heç nə paylaşmadan bütün dünyanın diqqətini özündə saxlamaq. Bunu hazırda Rockstar'dan başqa edən şirkət yoxdur. Ən qəribəsi isə odur ki, insanlar hələ oyunun tam gameplayini görməyib, amma artıq çoxları GTA 6-nın tarixdə ən böyük oyun olacağına əmindir. Bəzi mütəxəssislər oyunun ilk günlərdə milyardlarla dollar qazana biləcəyini deyir. Bəziləri isə bunun sadəcə oyun çıxışı yox, rəqəmsal dövrün ən böyük əyləncə hadisəsi olacağını düşünür. Bəlkə də ən güclü detal da budur. 19 noyabr 2026-cı ildə milyonlarla insan eyni anda eyni şey deyəcək. İllərlə gözlədikləri oyunu ilk dəfə açacaqlar. Bəlkə buna görə də GTA 6 bu qədər böyük görünür. Çünki insanlar sadəcə yeni oyun gözləmir. Onlar tarixdə olmaq hissini gözləyirlər. Bəli əziz dostlar, gəldik videonun sonuna. Videonu bəyəndinizsə bəyənməyi və gələn videolardan da xəbərdar olmaq istəyirsinizsə aşağıdan kanala abunə olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər. Növbəti videolarda görüşənədək.